Deməli, bir hörmətli izləyicimiz yazır. Demək istəyirəm ki, narsist həm də psixopat sayılırmı? Bax, bu çox maraqlı sualdır. Onları çox vaxt səhv salırlar. Çünki oxşar cəhətləri var. Həm psixopat, həm narsist egoistdirlər. Bu bir. İkincisi, həm psixopat, həm narsist insanları öz məqsədləri üçün mənəvi, psixoloji, ekonomik, duyğusal istismar edirlər. Üçüncüsü, hər ikisində empatiya ilə bağlı problem var. Psixopatda isə ümumiyyətlə heç empatiya yoxdur. Lakin fərqli cəhətləri çoxdur. Birinci fərqli cəhəti odur ki, baxmayaraq ki, ikisi də egoistdir, narsistin egosu öz-özünə yetərli deyil, yəni zəifdir. Narsistin egosu üçün insanların dəstəyinə onun ehtiyacı var. Dəstək yəni nə mənada? Onu tərifləsinlər. Sən əlasan, sən gözəlsən, sən qabiliyyətlisən, sən bacarıqlısan, sən estetiksən, sən intellektualsan və yaxud da ona mükafatlar versinlər, daimi diqqət mərkəzində olsun. Çünki narsistin iki kimliyi olur. Birincisi saxta kimlikdir, hansı ki çoxsu narsistlər heç özləri narsist olduqlarını bilmirlər və onlardan xəbərsizdir. Bu saxta kimlik əslində nədir? Onu metaforik cəhətdən belə ifadə eləsək, qorxudan ürkmüş, dəyərsizləşmiş, şiddət görmüş, sevgi görməmiş və yaxud da şərtli sevilmiş, sevgi yanlış kodlanmış və ya tamamilə biganə yanaşılmış, fiziki şiddət göstərilmiş bir çarpayının altında gizlənən uşaqdır. Hansı ki, bu kimliyi kompensasiya eləmək üçün narsist saxta bir kimlik yaradır. Ki, hansı ki, çox güclüdür, özgüvənlidir, ən qabiliyyətli, ən bacarıqlı, ən yaraşıqlı, ən intellektual, ən dindar, hər şeyə layiq olduğuna inanan, hər kəsin ona xidmət göstərəcəyinə inanan, yəni bir sözlə saxta kimliyin üzərini ört-basdır eləmək üçün yaranan müdafiə bir mexanizmidir ki, hansı ki, siz narsistlə ünsiyyət quranda birbaşa olaraq onun saxta kimliyi ilə ünsiyyət qurursunuz. Ən böyük qorxusu isə görməzdən gəlmə və ifşa olunma qorxusudur ki, hansı ki, o olduğu kimi deyil. Yəni, əsas fərq buradadır. Yəni, narsisti tərifləməyəndə, onu insanlar dəstəkləməyəndə artıq o depressiyaya düşür, özünü çox pis hiss eləyir. Lakin psixopatda isə ego çox möhkəmdir və öz-özünə yetərlidir. Onun ümumiyyətlə kimisə tərifinə, dəstəyinə, heç bir şeyinə ehtiyacı yoxdur. O zaten bilir ki, ən superdir, ən güclüdür, ən qabiliyyətlidir, ən yaraşıqlıdır. O zaten özünün ən mükəmməl olduğunu bilir, yəni inanır buna. Yəni, kim onu təriflədi, tərifləmədi, onun üçün bir önəmi yoxdur. O baxımdan egosu nədir? Öz-özünə yetərlidir. Bir digər fərq qorxu faktorudur. Narsistlər qorxaq olurlar və hadisələrin sonunu çox vaxt fikirləşib planlı hərəkət edirlər. Düzdür, psixopat da planlı hərəkət edə bilir, ağıllıları. Lakin onlarda qorxu hissi, gələcəyə dair də qorxu hissi demək olar ki, yoxdur. Yəni, hadisələrin nəticələrini fikirləşmirlər. Ona görə də ağlasızmaz əməllər törədirlər, cinayət əməlləri kimi. Narsistin qorxusu demək olar ki, hər şeyədir. Tərk edilməyə, dəyərsiz görülməyə, ifşa olunmağa, asıllıq qorxusu, yəni hər şeydən qorxur. Sadəcə özündə elə bir güya qalxan var ki, ən yaxşıdır. Amma psixopatda qorxu sadəcə real time-dadır. Əgər real necədirlər, maşını üzərinə sürərsinizsə, həmin anda o qorxu hissi keçirə bilər. Amma yoxsa səni belə eləyirəm, o şəkildə o qorxan deyil. Yəni. Bir də ağrı faktorlarında fərq var. Narsistdə ağrı faktoru normal insanda olduğu kimidir, lakin psixopatın ağrı hissiyatı çox zəifdir. Bir də digər faktorlardan biri emosional bazanın demək olar ki, narsistdə normal insanlarda olduğu kimi olmasıdır. Yəni, onun kimi sevinç, kədər, deməli, üzüntü narsist hiss edə bilir, həyat sevincini hiss edə bilir. Lakin psixopatda bu emosiyalar, insanlığa cavab verən emosiyalar yoxdur. Maska sifətidir. İllərlə insanları müşahidə eləyir. Onların üz mimikaları, gülmək necə olur, sevinmək necə olur, ağlamaq, kədərlənmək necə olur. Sadəcə mimikaları yamsılayır. Amma o emosiyaları hiss eləmir. İki tip emosiyalarda inkişaf edib. Birincisi iti hissiyatlardır, seks, qumar, narkomaniya, adrenalinə aid olan şeylərdir. Ona görə onlar ekstremə meyilli olur.
İkincisi də aqressiyadır. Hansı ki, psixopatların çoxunda heç aqressiyanın özü də olmur. Aqressiv rolunu oynayır sadəcə qorxutmaq üçün. Yəni, fərqlər nədir? Bunlardır. İndi daha da böyük fərqləri sadalanmaq olar. Narsist potensial bir təhlükə deyil insan üçün. Yəni, narsist sadəcə insanın həyatını zindan edir. Amma psixopat isə, digər fərq isə bu potensial bir təhlükədir. Təhlükəli əməllər, cinayət əməlləri törədə bilər. Yəni, belə bir nəticəyə gəlirik ki, hər psixopat eyni zamanda nədir? Narsistdir. Amma hər narsist psixopat deyildir. Psixopatda zaten narsistin xüsusiyyətləri də var. Amma hər narsist psixopat deyildir. Bir də digər inanclarda fərq var. Sonunda bunu qeyd eləmək istəyirəm. Məsələn, narsist bir şey deyir ki, mən bunu əldə eləyəcəm. Mütləq nə olursa olsun. Amma psixopat bu şəkildə düşünmür. O deyir ki, o zaten mənimdir. Burada əsas məsələ odur ki, sən onu mənə harda verirsən və haçan verirsən, nə zaman verirsən. Diqqətinizə görə minnətdaram. Sağ olun.